Arkadaşlar, bu da Kürdəmirin layihəsidir. Kürdəmirin Bağban kəndinə gəlmişik. Bəx, o birisi kəndə gəlmişdik, aparat yoxladım. İnşallah bu da Kürdəmirin Bağban kəndində 3 kilovat, 3 naborot, 24 bıçaqlı, 4 təkər. Tokumuz hal-hazırda 200'dür. Yəni baxarsan da tok 200'dür. Güclü ola baxdı işlədərsən, yəni də beni də az atarsan. Tokumuz 200'dür. İnşallah daha düşmək istəmir. Telefonu qoyayım yerə, telefon özü çəksin ya da mən şey eləyim. Bir dəqiqə. Bax, bu da bizim otumuz. Baxın. Ot atanda bak, tokumuz üçün 180'da 170'a at geçsin. Tokumuz ne kadardır? 190, 180. Tokumuz biraz zayıftı, bunu az atarsan. 180'da. O da onun doğradığıdır. Dayını çəkmən, dayı düşmək istəmir. Bu da Kürdəmirin Bağban kəndi. Aparatımız kampanya düşmüşdü qardaş. Dayımız da kampanyadan yararlandı. 800 manata gətirmişdik. Söndürdüm. Bol fazadır. Ot çəkir, arpa bığda çəkir. Tozlu deyə çox çəkmək istəmirəm. Dayı nətər dayı? Əladır. Xeyirli olsun. Səni çəkmədim, qorxma. Böyük gözün qoymuşduq. Balaca göz də buradadır. Bu otu balaca çəkmək üçündür. Arpa bığdan un kimi eləmək üçündür. Gözüm doldu torpaqdan. O arpa bığdan yarım eləmək üçündür. Bu da arpa bığdan şipindilidir. Yəni az çox getmək üçün. Dəmir sərbəst sexindən gətirmişdik. 2 ildə zamanət var. Çatdırılma, quraşdırma pulsuzdur. Kampanyamızın qurtarmağına 2 il qalır. 2 il yox, 2 gün qalır. 2 gündən sonra aparatımız genel olacaq 1000 manat. Yəni hal-hazırda 2 günə qədər 800 manatdır. 2 gündən sonra zəng verib deməyin, ay usta xahiş edirəm, pul yoxdur, belədir. Yəni dayı nətər doğrayıb? Qəşəngdir. Xeyirli olsun. Oldu. Çox sağ ol. Sağ ol.